suyu indi deyirlər suyun üzərinə daha doğrusu sən xoş sözlər desən, hətta dualar oxusan, arzularını desən və sən onu içsən, o reallaşar. Bu mifdir. Xeyr, mif deyil. Tam sübut olunmuşdur. Hətta Yapon alimi onu sübut elədi, şəkillərini də göstərdi. Suya müəyyən yaxşı dualar, həzin musiqilər, Quran, ən gözəl Quran oldu orada. O yarışmada ən gözəl Quran oldu və oxunanda su gözəl bir harmonik bir molekulası bir formaya düşdü. Və sistemli olaraq belə bir gözəl bir görünüş əldə elədi. O şəkilləri də vermişdi. Elə bilin ki, nəyə oxşurdu? Qar dənələrin şəkilləri ki var, qar dənələrdə bir gözəl quruluşları var. Bax, o bir formada bir harmonik bir şəkil əmələ gətirdi. Amma o ortam ki, belə, məsələn, rep musiqisidir və yaxud da qışqırmaq, çığırmaq, belə bir şeylər kimi səslər dinlətdilər suya və gördülər ki, su tamam qarışdı bir-birinə. Qarışıq belə, heç nəyə bənzəməyən bir qarışıq bir şey əmələ gəldi. Bəli, yəni bu da onu göstərdi ki, insanın özünün də bir xoş sözə, xoş təmasa, bir gözəlliyə bir ehtiyacı var. Yəni bu bizim eyni zamanda həm də sağlamlığımıza qədər gəlib bizə çata bilir.